Dəyərli izləyicilər, bugün biz Tibb Universitetinin Təhlil Cərrahi Klinikasında əməliyyata gedəcək 2 pasiyent haqqında məlumat vermək istərdik. Yəni, nəyə görə biz bu pasiyentləri əməliyyata götürürük, əməliyyata göstəriş nədir? Bu haqda birinci istərdim ki, valla məlumat verir, bu pasiyent nəyə görə əməliyyat olunur, nədir göstəriş olur? Pasiyentdə sağ tərəfi büyümlük var, biyopsiya götürülmüşdür, biyopsiya nəticəsi B-4 gəlmişdir. Buna görə biz orqanik qoruyucu əməliyyata gedəcəyik, sadəcə sağ tərəfi emilsiz Sizdə də narahatçılıqlar var idi, yaxınlaşdırın. Nədir şikayət? Boğazımda Şişkilik var idi. İşini hiss elədiniz, ondan sonra müraciətlə həkimə. Elədim sizə. Bəli, biz biyopsiya elədik. Elədiniz, sonra da dediniz əməliyyat olunmalıdır. Əməliyyata göstərişdir və bugün də əməliyyata gəldim. Qorxmusan ki, əməliyyatda? Yox. Necə oldu bəs bizim komandanız? Güvənmişəm, ona görə. İnşallah Allah'ın izniyle hər şey yaxşı olur. Sizi çox izləmişəm, ona görə. Hə, bizim videolarda izləmişsiniz. Videolarda izləmişəm, ona görə. Yaxşı olur. Əməliyyatdan sonra bir müsahibə verərsiniz inşallah ki, əməliyyatın hər saatda hazır bölüşək.